Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Qoz fındıq sağlam qidalanmanın ayrılmaz hissəsi kimi tez-tez tövsiyə olunur. Tərkibindəki maqnezium, kalium, E vitamini və sağlam yağlar sayəsində ürək-damar sağlamlığını dəstəkləyir, enerji verir və uzun müddət toxluq hissi yaradır. Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi növlər həddindən artıq istehlak edildikdə xeyirdən çox zərər verə bilər. Braziliya qoz fındıqları yüksək kalorili və yağ tərkibli olduğu üçün çəki artımı, yüksək xolesterol və ürək-damar problemlərinə səbəb ola bilər. Bu qoz fındıqların yüksək oksalat tərkibi böyrək daşı riski olanlar üçün ciddi təhlükə yaradır. Böyrək daşı xəstəliyi olanların bu növlərdən uzaq durması tövsiyə olunur. Braziliya qozunun yüksək selenium tərkibi immuniteti gücləndirsə də, həddindən artıq istehlak saz tökülməsi, dırnaqların kövrək olması, sinir sistemi problemləri və ürək bulanma kimi zərərlərə yol aça bilər.